Almaniya şirkətlərinin çox önəmli müəssisələri var ki, dünya belə onlardan alır. Mühərriklər məsələsində və s. Yəni bu energetika sahəsində bir neçə böyük şirkət var ki, Azərbaycan da tarixən əməkdaşlıq edir. Müstəqilliyin ilk illərindən. Bu yaşı enerji ilə bağlı da Bəli, məncə o çərçivədə də olacaqdır. Bilirsiniz, bugün Almaniyanın elektrik təsisatında, elektrik enerjisinin təsisatında təxminən yaşı enerji 55% təşkil edir. Çox böyük təcrübə. Yox. Dayandırılandan dayandırılandan sonra yaşıl enerji onlar xüsusi diqqət bizim yetirdilər. üçün siz baxdınızsa, orada texnoloji dəstəyin verilməsi, texnoloji transformasiyanın edilməsi, süni intellektlə bağlı, rəqəmsal texnologiyanın bağlı çox yeni müddəalar var. Eyni zamanda hətta universitetlər arasında mübadiləni həyata keçirilməsi çox önəmlidir. Buna biz təhsilə falana biz çox fikir vermirik, amma bugünkü həmin o anlaşmada bu da var. Yəni bugün bizim üçün prioritet nədir? Əsas prioritetdən biri budur ki, Azərbaycan bərpa olunan enerji ilə bağlı çox böyük potensial var. Hal-hazırda 2 giqavat bir həcmində biz ixrac potensialımız formalaşıbdır. Bunu 8 giqavata artırmaq istəyirik. Və Almaniya ilə bizim bu istiqamətdə həm texnologiya sahəsində, həm bunun bazara çıxarılması sahəsində çox böyük imkanlarımız yarana bilər ki, məsələn, biz keçən dəfə danışdıq, məsələn, kabel, Qara dənizin altından kabelin çəkilməsi, bilirsiniz, bura həm də vəsait lazımdır. Digər tərəfdən qaz tədrisatının genişlənməsindən bağlı Cənab Prezident qeyd elədi. Bizə indi Avropa Yenidən Qurma İnkişaf Bankı yaşıl enerji, yəni yaşıl gündəliyə əsasən, yəni hal-hazırda kreditlər vermir. Bəli, real, yəni ənənəvi enerji kredit vermir. Bunlar açılmalıdır. Və bunların hamısında Almaniyanın imkanlar və Almaniyanın dəstəyi çox böyükdür. Və digər tərəfdən bugün Qarabağ quruculuğunda, Qarabağ birlikdə qurulur sırf yeni texnologiya ilə. Azərbaycan prezidenti də bax bu cümlə mənim üçün çox maraqlı gəldi. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür. Eyni zamanda gələcək əməkdaşlıq üçün əminəm ki, Almaniya öz səylərini göstərəcək. Yəni Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin güclənməsində. Demək, dediyiniz məsələlər də var ki, Almaniya orada təsir edə bilər və Avropa Birliyinin əməkdaşlığına Azərbaycan artırılması və dediyimiz məsələlərin də birmənalı edə bilər deyiləndə Almaniya bugün Avropa İttifaqının əsas qərarverici dövlətlərinin biri və birincisidir. Həm iqtisadi baxımdan, yəni Avropa İttifaqının büdcəsinin formalaşmasında, həm siyasətin formalaşmasında əsas aparıcı aktordur. Ona görə əlbəttə ki, mən bayaq da qeyd etdim, bugün Almaniya yanaşma, eyni zamanda Avropa İttifaqına yanaşma çərçivəsində qiymətləndir. Və təsadüfi deyil ki, bugünkü o bəyannamədə məhz bundan bağlı ayrıca bir bənd var. O baxımdan da bilirsiniz, burada bizim üçün, siz bayaq qeyd etdiniz, yəni, əsas odur ki, qarşılıqlı ehtimal çox güclənibdir. Bugün Steinmeier'dən Cənab Prezident görüşündə bir ifadə işləndi ki, Cənab Steinmeier qeyd etdi ki, Almaniya və Azərbaycan bugün sabitlik adasıdır. Bu təsadüfi deyil. Yəni, bugün doğrudan da ətrafımızda baş verən konfliktlərin, münaqişələrin fonunda Azərbaycan bu sabitlik, biz hərdən deyirik, sabitliyin qiymətini bilmək lazımdır. Sabitlik doğrudan da bizim üçün bir milli neymətə çevrilibdir. Ona görə də bütün bunlar hamısı Azərbaycana artıq real partnyor kimi görür. Eyni zamanda bayaq qeyd etdiyimiz kimi Asiyanın, Avropanın xüsusilə kritik minerallarla təsisatında, enerji təsisatında, yaşıl enerji və digər müxtəlif sahələrdə olan o tədrisat zəncirinin davamlı olmasında Azərbaycanın əsas partnyor kimi, tərəfdaş kimi görürlər. Ona görə də əlbəttə ki, Azərbaycanın rolu getdikcə artır. Burada bilirsiniz, mən sizə bir məsələni də deyim, Elçin müəllim. Baxın, son vaxtda Azərbaycan strategiyasına baxın. Çinlə strateji tərəfdaşlığın genişləndirilməsi haqqında keçən il bəyannamə imzalandı. ABŞ-la strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladı. Bəli. İndi Almaniyandan belə bir bəyannamənin mən bilirəm ki, yaxın müddətdə mütləq bu baş verəcək. Artıq biz bunun strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasında şahidi olacaq. Yəni, bugün dünyanın 3 ən böyük iqtisadi gücü ilə və hərbi gücü ilə artıq Azərbaycan strateji tərəfdaşdır. Ona görə biz deyəndə ki, Azərbaycan orta gücdür. Cənab Prezident bu barədə Şuşa forumunda bunun müəyyən deyək ki, istiqamətlərini bəyan edəndə bu elə belə söz deyildi. Bunun arxasında real addımlar və bugün Azərbaycan yaratdığı geosiyasi demək reallıqlar vardı. Ona görə də əlbəttə burada bizim gözləntilərimiz, ümumiyyətlə Cənubi Qafqazla Almaniya arasında münasibətlərin inkişafında Azərbaycan əsas rol oynayacaq. Baxın, artıq vaxtı da Gürcüstan bu və digər istiqamətdə Almaniyanın daha yaxşı rəqələr qurmuş. Son vaxtlar baş verən hadisələrdən sonra bunda xeyir gedirlər.
Özü orada ictimai təşkilatlar da çox böyük rol oynayır. Bəli, çox böyük. Bu sferanı çox yaxşı bilirsiniz. Bəli, orada Almaniya fondlar çox vardı, təəssüflü, bəli, koordinator burada da fondundan tutmuş, elə o məsələlər və əsasən Almaniya ilə fikir ayrılığı orada yarandı. Bəli, bax indi ona biz gələcək. Ümumiyyətlə mən bir şey dedim. Burada parlament ölçüsü də xüsusi rol oynamalıdır və oynaya bilər. Çox önəmli. Çünki bilirsiniz, dövlətlər, yəni belə deyək, hökumətlər qərarlar qəbul edirlər. Bu ehtimadın gücləndirilməsi, siyasi əlaqələrin daha da dərinləşməsi üçün parlamentlərarası münasibətlər də öz rolunu oynaya bilər və oynamalıdır, töhfə verilməlidir. Məsələn, indi biz müəyyən platformalar haqqında danışmışıq, keçən dəfə də danışdıq. Elə platformalar var ki, bu platformalarda, məsələn, indi Almaniya kifayət qədər parlament respublikadır, orada parlamentin rolu və gücü kifayət qədər çoxdur. Bunları biz əlbəttə ki, gələcəkdə mütləq nəzərə alınacaq. Əslində baxanda bugünkü bəyannamədə bununla bağlı müəyyən istiqamətlər də var idi. Yəni, dialoq, yüksək səviyyədə məsləhətləşmələrin aparılması və müəyyən bu... Federal Kansler mətbuat konferansında məsələni dedi. Bəli, bu barədə qeydlər olması əlbəttə gələcəkdə Nabucco ilə bağlı birisi də daha əvvəlki dövrlərdə Nabucco daha çox belə də Almaniya o vaxtı indi biz baxırıq məsələlərə. Yəni arxain idi biraz, yaxşı idi. Nabucco'nun dəstəyi olsaydı Almaniya tərəfindən Almaniya 15 il geri düşməzdi. Bilirsiniz, siz bayaq sual qoydunuz. Mən sizə verəm ki, bunu Rızvan mənim də özünün diplomatik fəaliyyətində hiss edibdir. Mən özüm də Alman həmkarlarımla təmasda olanda həmişə bir şey hiss edirdim ki, onlar Cənubi Qafqaziya münasibətdə Rusiya faktorunu həmişə nəzərə alırdılar. Biraz ürkək siyasət həyata keçirir, açıq səmimi deyək. Ən belə yumşaq desək, bəzən deyirlər ki, bura bizim təsir dairəmiz deyil. Bax, onu soruşmaq istəyirdim. Bax, bu deyilirdi. Və burada da, məsələn, İndi münaqişə kontekstində həmişə Minsk qrupuna istinad edirlər. Çox belə bir qəribə bir bunlarda həmrəylik fayda, hansı quruma yaxınlaşır, hansı ölkə ilə və ya keçmiş münaqişə məsələsini müzakirə etmək istəyirdin, deyirlər Minsk qrupu var, ona gedin müraciət edin, onu həll edirlər. Amma bütövlükdə Cənubi Qafqaz siyasətində bu həmişə hiss olunurdu. Ona görə də indi yeni yaradılan paradigmalar fonunda artıq Almaniyanın münasibəti dəyişib. Siz bayaq sual verdiniz. Macarıstanla münasibətdir, Polşayla münasibət, təhlükəsizlik kontekstində bunlar nə göstərir? Mənim şəxsən subyektiv fikrim onun ibarətdir ki, Almaniya çox ciddi və müstəqil bir kurs həyata keçirdi. Onun nə Polşa maraqlandırır, nə Macarıstan maraqlandırır. Hətta NATO'nun ikinci ən böyük hərbi gücə malik Türkiyə ilə bağlı gələcəkdə ciddi rəqabətə girəcək ambisiyada ola bilər. Çünki siz baxın da yenə deyirəm, görün, hərbi strategiyanın adından qoyublar. Avropa qarşısında məsuliyyət. Yəni, Avropa bizimdir. Biz Avropanın təhlükəsində məsuliyyət daşıyırıq və Fransa da buna yaxşı işıq yandırır və bunu dəstəkləyir. Yəni, bugün bir dəfə sizin efirdə biz obrazı dəstəklərsəniz və mən də oradaydı, Avropanın jandarmı ifadəsi işlətmiş. Yəni, ola bilsin ki, o dövr üçün 19-cu əsrdə istifadə olunan ifadə idi. Amma bütövlükdə mahiyyət etibarilə Almaniyanın belə bir potensialın olduğunu biz deyə bilərik. Çünki düşünün, 3 ildə 68% hərbi büdcə qalxıbdır, yüksəlib. Bu hansı ölkə bunu edə bilər? Yəni, bilirsiniz də büdcə formalaşan zaman indi biz millət vəkili olaraq bunu bilirik də, hər bir şey hesablanır, haradasa götürüb harasa qoymalısa. Əgər bugün sən 60 milyarddan 120 milyarda qədər deyək, qaldıra bilirsənsə bu vədəgər hesablamalarına, deməli, sən artıq burada bundan öncə də müəyyən alt hazırlığın da olubdur. Və siz bayaq bir məsələ dediniz ki, Almaniya, Rusiya, Ukrayna müharibəsindən sonra müəyyən mənada belə deyək də təhlükəsizliklə bağlı qayğıları oldu və s. Bəli, oldu, razıyam. Amma həm də bunu fürsətə çevirdi. Fürsətə çevirdi. Bugün Trumpın NATO ilə bağlı siyasətini fürsətə çevirdi. Nə deyir Trump? Belki bütün NATO ölkələri öz ÜDM-nin %5'ini verməlidir NATO'ya. Necə verməlidir? Almaniyanın bugün hazırda ayırdığı 108 milyard avro onun ÜDM-nin təxminən 2%-ni təşkil edir. Təsəvvür edin ki, bunu 2 dəfə yarım qaldırsa, niyə bunu NATO'ya verməlidir? Ona görə də, baxın, Almaniya nə etdi? 2 mühüm qərar qəbul etdi. Almaniya, deməli, Fransa, Almaniya və 3-cü ölkədir bu təyyarə istehsalı ilə bağlı, Rafael təyyarəsi istehsalı ilə bağlı bir layihədən çıxdı.
Və ikinci bir mühüm qərar ondan ibarət oldu ki, Almaniya ilə Niderlandın birgə hazırladığı hərbi demək, fraqetlərlə bağlı, freqatlarla bağlı olan layihəsindən çıxdı. Səbəb nədir? Dedi, artıq mən həmin vəsaiti bu ölkəyə verməyəcəm, öz hərbi sənayevi inkişafına yönəldəcəm. Baxın, görün, artıq bu, biz indi tarixi biz həmişə qeyd edirik, birinci, ikinci dünya müharibəsi. Mən demirəm ki, Almaniya gələcəkdə üçüncü dünya müharibəsi üçün hazırlığa başlayır. Amma bugün Almaniyanın real potensialı və bütövlükdə siyasi kursu odur ki... Almaniya müharibəyə hazırlaşır, amma özü də bilmədən dünya müharibəsinə çevrilir, müharibə Biz orada bir məqam Burada bayaq siz şəxsiyyətlə bağlı dediniz. Mənə belə gəlir ki, Mersin şəxsiyyəti də bu prosesdə çox ciddi rol oynayır. Əvvəlki baş nazirdə, yaxud kanslerdə belə bir siyasi cəsarət olmuyor. Məsələn, Merkeldən bağlı müsbət fikirlər söyləmək olur. Amma Merkeldə müəyyən bir Rusiya sevdalısı idi. Bəli, aslında Berlində də olmuşdu. Hələ Şərqi Berlində. Biz demirik. Cənab prezident bugün sual verdilər ki, Merkelin keçmiş kanselyera rəhbəri Rusiyanın keçmiş baş nazirindən Bakıda görüşübdür. Olsun, yəni müəyyən diplomatik trafik üçün əgər Azərbaycan seçiblərsə, bunun özündə də müsbət bir məna var. Amma deməyəm odur ki, artıq MERS hakimiyyəti, MERS hökuməti çox ciddi artıq siyasi strategiya müəyyənləşdiribdir. Bu həm də təhlükəsizlik strategiyasıdır. Və bu kontekstdə bizim də xeyirlərimiz var. Əlbəttə, bəlkə müdafiə sənayesi ilə bağlı əməkdaşlığın sənədə gətirilməsi. Özdə biz orada çox geniş bunun verilməyibdir tərifi. Bir cümlə bizə kifayətdir ki, sabah bununla bağlı müəyyən işlərimizi biz qura bilərik.